Salam dostlar. Şirkətlərdə idarəçilik problemi nə edək, necə edək? Rəhbər necə olmalıdır? Ümumiyyətlə, rəhbər mükafatları çox verəndə bu işin effektivliyini artırır. Bu suallar barədə çox eşitmisiniz dostlar, bilirəm. Amma biz bugün fərqli rakursdan Asan status verilişi efirdədir. Bizi Asan dinləyirsiniz. Sizinlə mənəm, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub. Bugünkü dəyərli qonağım idarə etmə üzrə konsultant, təlimçi, mentor Elşən Bədirxanovdur. Elşən, mənim xoş gəlmisiniz. Salam. Mən telefon nömrələrimizi də qeyd edeyim. Demək, şəhər nömrələrindən 56 56 100, WhatsApp-dan 070 65 56 100 nömrəsi ilə bizimlə əlaqə saxlayıb suallarınızı canlı efirə verə bilərsiniz. Həmçinin bizi Asan Radionun rəsmi Facebook səhifəsindən də izləyə bilərsiniz. Orada da şərhlərinizi yaza bilərsiniz. Demək, Elşən müəllim, bir var iş, biznes qurmaq, şirkət qurmaq. Ümumiyyətlə, bir də var onu idarə etmək məsələsi. Adətən, şirkəti quran şəxs, rəhbər, idarə edən şəxs o qədər də geniş vaxtı olmur getsin, kitab oxusun. Ən azı Azərbaycanda mənim şahidəm belədir. Adətən, şirkətin idarəçiliyi barədə yazılan kitabları şirkətin rəhbərləri yazmır. Tədqiqatçı alimlər yazırlar. Çünki dediyim kimi rəhbərin vaxtı yoxdur buna. Amma əsaslı sual bilirsiniz nədir? Bugün mənə elə gəlir ki, Azərbaycanda, istər dövlət idarələrində, istər özəl şirkətlərdə ən vacib sual budur. Və bir çox şirkət rəhbərləri hələ bu məsələyə, bu mövzunun vacibliyinə inanmırlar. Ümumiyyətlə, şirkət rəhbərlərinə təlim keçmək lazımdırmı? Ümumiyyətlə, şirkət rəhbərləri sizcə harda səhvə yola verirlər? Çuxurlar, çala-çuxurlar hardadır? Tələlər hardadır? Ki, böyük bir şirkətin rəhbəri böyük bir səhvə yol verir. Bax, o səhvlər hardadır? Gəlin, oradan başlayaq. Çox maraqlı sualdan başladınız, Müəllim müəllim. Birinci deyim ki, şirkət rəhbərləri təlimlərdə iştirak etməyə adətən meyilli olmurlar. Amma əslində tövsiyə etdiyim bir məqamdır ki, əməkdaşlarla bir yerdə rəhbərlər də iştirak eləsinlər. Bu, faydalara həddən artıq çoxdur. Eyni gözə baxırlar, eyni istiqamətə baxırlar. Tətbiq etməkdə o plan tərtib edəndən sonra, təlimdən sonra gözləmək olmaz ki, seyirli şəkildə insanlar başqa cür olurlar. Birgə təlim, tətbiq planını tərtib edilməlidir və onu rəhbərlə bir yerdə icra eləməlidirlər. Təlimdə iştirak əməkdaşları daha çox motivasiya edir ki, təlimdə iştirak müsbət bir haldır. Rəhbər özüdür bizlə bir yerdə iştirak edir və orada lazım olan məqamları müzakirə edə bilir. Rəhbərlər özləri kitab yazırlarmı, yoxmu? Razıyam. Əksər hallarda rəhbərlər deyil, amma çox müsbət nümunələr var. Məsələn, Robert Iger 15 il Walt Disney rəhbəri olmuş, çox möhtəşəm kitab yazıb. Ya da Reed Hastings, Netflixin CEO-su, vaxtı olsa yeri düşsə suallarla bağlı bəzi məqamları o barədə danışaram. Çox möhtəşəm kitablar yazırlar. Belə nümunələr də... Yəni, istisna nümunələr var, amma adətən, yəni 95% vaxtlarda hövsələləri olmur. Bəli. Siz dediyiniz o digər məsələ, tələlər məsələsi, çala-çuxurlar məsələsi. Həddən artıq çoxdur, həddən artıq çoxdur. Bəzi idarə etməklə bağlı bəzi məqamları toxunub, bəzilərini sadalayıb. Biri, məsələn, rəhbərin qüsursuzluğu sindromudur. Qüsursuzluq sindromu. Bəli, daxili sindromu adlandırıram, bu mənim ifadələrimdir. Yəni, rəhbərlər xüsusən də Azərbaycanda öyrəşməyiblər ki, onların fikirlərini əks fikir şirkətin daxilində bildirsinlər. Və əks fikri olanda onlar ya hələ iclas və toplantı zamanı kobud şəkildə reaksiya verirlər və ya da ki, özündə bir not alıb, sonradan bir qısasını alırlar. Qısas alırlar. Təəssüf ki. Və mütərəqqi nümunələr kifayət qədər çoxdur, amma mən əksəriyyətə barədə deyirəm. Və bu halda bir mesaj göndərmiş olurlar şirkətə ki, mənim dediyimin əleyhinə çıxmayın. Hamı da onu başa düşür. Ən istedadlı insanlar, bu vəziyyəti dözməyən insanlar özünə başqa bir yerdə iş axtarır. Əksəriyyəti isə ona mühitə uyğunlaşıb qalır. Nəticədə nə olur?
insanlar susurlar, rəhbər hansısa bir məqam deyirlər və daha məddahları isə əksinə təsdiqləyirlər. Deyirlər ki, dahi də əla dediniz, çox gözəl təklif verdiniz. Onlar da məddahlardır. Rəhbərdə də elə bir hiss yaranır ki, bunun bütün təklifləri, fikirləri hamısı düzdür, o dahidir, səhv etmir, başqalarına səhv daşır, özünə səhv almır. Bunun kökü çox genişdir. Bir məqamı sadəcə qeyd edeyim. Hofstedenin Niderland sosioloqunun çox maraqlı bir yanaşması var. Cəmiyyətin korporativ mədəniyyətini ölçür. Orada bir neçə meyarı qeyd edilir. Meyarlardan biri, mən mənadır tərcümə edirəm, hərfim tərcümə deyil. Nüfus sahiblərinə məsafə indeksi, Power Distance Index. Aha. Onu göstərir ki, nüfus sahibləri kimdir? Məsələn, məmurlardır, şirkətdə rəhbərlərdir, tanınmış insanlardır, incəsənət xadimləri və s. Sonra bizim mühitdə, mentalitetdə ağsaqqallardır. Hansılarla ki, insanlar müəyyən bariyerləri olur. Bu bariyerlər nə dərəcədə böyükdür? Bu əslində çox sadə görünə biləcək bir məsələdir. Çox ciddi faciəvi nəticələr gəlib çıxarır. Vaxtikən Koreya hava yolları dünyada ən təhlükəli hava yollarından biri idi. Səbəbləri araşdırında məlum oldu ki, təyyarəni idarə edən 2 pilot, biri nisbətən daha yüksək vəzifədədir, biri daha aşağı vəzifədə olan. Aşağı vəzifədə olan hər hansı problemi görəndə bildirir ki, burada indikatorlar göstərir, problemi yaşanır. Daha yuxarı onların ağsaqqalları bildirir ki, bunu mənə ağıllı öyrədirsən, belə bir reaksiya verir. Mən özüm bilirəm nəyi nə vaxt eləmək lazımdır. Belə bir sadə səbəbə görə qəzalar baş verirdi. Onu psixoloqları və s. cəlb edəndən sonra bu problem dəf olundu, həll olundu və ən təhlükəsiz hava yollarının birinə çevrildi. Azərbaycanda şərq ənnəsində Power Distance Index çox yüksəkdir. Ümumilikdə araşdırma bir aparmışdım vaxtı ikən, MDB ölkələrində yüksəkdir. Bəzi nümunələrini deyim sizə. Ən aşağı dünyada Avstriyada idi, 11 idi. Ən yuxarı Malayziyada idi, 104 idi. Cəmi 134 bənddən ya 135 bənddən 104 Malayziyada idi. MDB ölkələrində ənənəvi yüksəkdir. Məsələn, Rusiyada rəqəm tapdım 93-dür. Düşünürəm ki, Azərbaycanda bundan yuxarıdır ki, aşağı deyil. Müəllim, onun ingiliscəsini bir də deyin, xahiş edirəm. Power Distance Index. Aydındır, Power Distance Index. Distansiya gücü. Nüfus sahiblərindən bariyerlər. Bəli, belə deyək. Onun gücü nə qədərdir? Yəni, şirkətin rəhbəri, tayfanın ağsaqqalı məsələsi. Bunun gücü nə qədərdir? Onun gücün daha çox yox, onunla digər insanlar nə dərəcədə bariyerlər yüksəkdir. Aydındır, maniyələr. Maniyələr, fikrini açıq deyə bilirlərmi və s. Çox maraqlı bir məqam deyim. Mən özüm də müəyyən qədər əminəm ki, yüksəkdir. Yəni, bir özüm şəxsi nümunəmi deyim. Deməli, mən bankın CEO-su olanda bunu hiss eləmirəm. Həmin Power Distance indeksi o qədər hiss eləmirəm. Birinci şəxs olanda hiss eləmirsən. Amma müavin olanda, digər şirkətdə, digər bankda müavin olanda bunu müşahidə edirdim. Mənə də özümü hətta gülməli də gəlirdi. Təsəvvür edin ki, idarətin sədrdir, iclasları aparır, adətən yuxarı başda əyləşir, digərləri də biz yanında əyləşirik. Adı belə qəbul olunub Azərbaycanda. Və sədr ezamiyyətdə, məzuniyyətdə olanda mən onu əvəz edirdim. Mən sadəcə təsəvvür edin ki, bir-iki stol qırağında oturub yuxarı başda əyləşirdim. Mən müavin olan qismində iştirak eləyəndə verilən təkliflərin bir qismi qəbul olunur, bir qismi isə çox mübahisələndirilirdi. Bu normal bir şeydir. Yəni müzakirə olurdu, etirazlar olurdu və s. Tək o masaya keçəndən sonra etirazlar sanki yox olurdu. Yəni. Heç kim etiraz eləmirdi. Yəni deməyim ki, heç olmurdu. Amma çox bunun hələ digər psixoloji bir effekti var. Bizdə həmin o Power Distance indeksə görə psixoloji effekti daha yüksəkdir ki, həmin o magiyası var, həmin o kreslonun insanlara təsir məqamı var. Bəli. Digər bir tələm. Deməli, üzr istəyirəm, bir dənə bunu təsbit eləyək, 30-duraq, keçək ikincisinə. Qüsursuzluq məsələsi. Əgər şirkət rəhbəri elə aşılasa ki, məndə heç bir qüsur yoxdur, mən eyibsizəm, nöqsansızam, hamı mənə baş üstə deməlidir, heç kim mənə etiraz edə bilməz, heç kim mənim sözümə irad tuta bilməz, sual verə bilməz. Şirkətin birinci, ən böyük bəlası budur. Ən böyük deməyim, bəlalardan biridir. Özdə maraqlı məqam oldu ki, insanların əksəriyyəti demir ki, mənə etiraz eləmə.
Amma sonradan elə davranır ki, insanların başı o qədər ağrıyır ki, onlar başa düşürlər ki, belə davranmasa yaxşıdır. Bəli. Başqa bir məqam tələnin danışmamışdan qabaq məşhur bir sufi rəvayətini danışım, əminəm ki, eşitmisiniz. Deməli, bir nəfər evin açarını itirir, küçədə axtarır onu və köməyə insanları, qonşular da gəlir, axtarırlar. Xeyli vaxt axtarıb tapa bilmirlər. Bir nəfər axırda dözməyib deyir ki, siz əminsiniz ki, burada itirmişsiniz açarı. Deyir, yox, burada itirməmişəm, evdə itirmişəm. Deyir, burada niyə axtarırsınız? Deyir, evdə qaranlıqdır, bura isə işıqlı. Çox gülməli, paradoksal görünür, amma rəhbərlər çox tez-tez iş başında bu tələyə düşürlər. Bəzi nümunələrdir, öz həyatımdan olan nümunələrdir. Məsələn, filial rəhbərinə deyirəm ki, nəticələr niyə aşağı düşüb? Səbəblərini gəlin müzakirə edək. Deyir ki, mənim bəxtimə həmişə bacarıqsız işçilər düşür. Yəni, problemi özünə sərf edən də rahat yerdə axtarır. Necə ki, o sufi qəhrəmandan fərqlənmir, yəni o rəhbər. Ona bildirəndə ki, axı, bundan əvvəlki rəhbər elə eyni əməkdaşlarla yüksək nəticə göstərirdi, onda cavab tapa bilmir. Başqa bir məsələ, klassik bir nümunə. Problemi özündə görmür. Özündə görmür, rahat yerdə axtarır, özünə sərf edən yerdə axtarır. Mən bir cümlə burada deyim, sonra keçək ikincisinə, üzr istəyirəm. Demək, Daniel Goleman məşhur Emosional Zəka kitabında bu idarəçiliklə bağlı möhtəşəm orada nöqtələri var, məqamlar var. Onlardan biri də budur. Baxın, deyir ki, rəhbər və işçilər sual verməlidir, dialoq mədəniyyəti olmalıdır. Sual. Ramiz Rövşən deyir, itkin düşən hansımızı bunu bizə kim desin? Mən rəhbərəm, qarşımdakı işçidir. Birinci kim başlamalıdır bu buzu əritməyə? Rəhbər. Çünki şirkətin ağsaqqallı rəhbəri odur. Məsuliyyət o daşıyır. Birinci deyir, o başlamalıdır sual verməyə. Təbii, həm də nümunə göstərməlidir. Dialoq mədəniyyətini o başlamalıdır. Gözləməməlidir ki, işçilər ona sual verəcək. İşçi oturub yerində deyir, mənim nə işimə qalıb? Heç kim səsini çıxartmır. Rəhbər deyir, başlamalıdır. Jim Collins'in də kitabında deyir. Deyir ki, bəzi şirkət rəhbərləri dövlət ittihamçısı kimidir, prokuror kimidir. Hey sual verirlər. Bu möhtəşəmdir. Sual ver, buzu ərit. Sual ver, buzu ərit. Qoy hamı bir-birindən danışsın, o bariyerləri aş. Sən qüsursuz deyilsən. Buyurun. Üzr istəyirəm. İkinci tələb. İkinci tələb. Başlamışdım o barədə danışmağa. Bəli. Birinci qüsursuzluq. Dedik ki, rəhbərin birinci tələsi, birinci problemi qüsursuzluqdur. Tamam. Digər bir məsələ özünə rahat olan yerdə axtarmaq məsələsində bir nümunə də gətirim. Məsələn, klassik bir konfliktdir şirkətlərin içində, birbaşa rəhbərlərlə HR arasında. Testlər çox aşağı nəticə göstərib, bəyən bir qurum o rəhbərinə dəvət edib söhbətləyirəm ki, gəlin bir müzakirə eləyək, nədir səbəbi, araşdıraq görün. Bəlkə mentorluq gücləndirək, yəni birbaşa rəhbər iş başında insanlara daha yaxşı öyrətsin. Rəhbər deyir ki, mən işçilərə öyrətməyə vaxtım yoxdur, bu HR məşğul olsun buna. Əslində isə mentorluqla məşğul olmalıdır, ilk növbədə məşğul olmalıdır birbaşa rəhbər. Ən çox insanı öyrədən birbaşa rəhbər. HR sadəcə dəstəkləyici funksiya daşıyır burada və əlavə olaraq prosesi koordinasiya edir və əlavə tələb olunanda digər kənar treninqlər və s. təşkil edir. Amma ən çox insanı öyrədən bunlar. Başqa bir maraqlı tələn deyim ki, çox ağrılı tələdir, Azərbaycanda çox geniş yayılmış tələdir. Rəhbərlər özlərini yaxşı insan göstərmək istəyi var. İnsanlar, rəhbərlər qeyri-populyar qərarları qəbul edə bilmirlər. Nədir qeyri-populyar qərarlar? Hansı ki, şirkətin uzun vadəli maraqlarına xidmət edəcək, şirkətin maraqlarına xidmət edir. Həm də hətta əməkdaşların özlərinin uzun müddətli maraqlarına xidmət edir, amma bugün onlar onu bəyənməyəcəklər əməkdaşlar. Onu özündə iradə tapa bilmir, onu qəbul eləməyə. Çox maraqlı bir nümunə var. ABŞ-da 2000 ən iri şirkətlərin arasında soruşurlar ki, ən yaxşı rəhbəriniz hansıdır? Onları arasında onların soruq keçiriblər ki, siz şirkətin və əməkdaşların gələcəyinə müsbət təsir edən qərarları, qeyri-populyar qərarları qəbul edərsinizmi? Demək olar hamısı cavab verib ki, birmənalı. Yaxşı rəhbər, yaxşı lider öz
qısa müddətli nüfuzunu şirkətin və əməkdaşların gələcəyin uğrunda qurban verə bilir. Yəni çox maraqlı məqam. Niyə görə belə baş verir? İki səbəb görürəm burada. Birinci səbəb odur ki, səbəblərdən biri daha doğrusu şəxsiyyətin zəifliyidir. İnsanlar qorxaqdılar və təbiətdən qorxaqdılar və insanlarla üz-üzə gəlməkdən çəkinirlər şəxsiyyətin zəifliyindən. İkinci səbəb insanları can yandırmamasıdır. Şirkətin nəticələrinin can yandırması, laqeyd qalmasıdır. Amma zahirən səsləndiriləndən başqa bir şeydir. Məsələn, bir rəhbərlə, filial rəhbəridir, əməkdaşlıq nəticəsi aşağıdır və onlara sual verirəm ki, bu sizin bütün filialın nəticəni salır aşağı düşür. O insanı inkişaf elətdirin, nəticəli iş olsun. Deyir ki, bütün vasitələrdən istifadə eləmişik. Hətta başqa filialın nəticəsi yüksək olmayıb, aşağı olub. Biz bura keçirmişik ki, bəlkə nəticəsi qalxar, o da alınmadı, heç cür alınmır. Deyirəm, bəs onda niyə çıxarmırsınız? Bu xeyriyyə cəmiyyəti deyil axı. Yəni insanlara ona uyğun başqa alternativ iş var, keçirək. Deyir, yox da alternativ iş. Deyirəm, niyə çıxarmırsın? Deyir ki, onun çörəyinə bais olmaq istəmirəm. Klassik yayılmış məqamdır. Ona izah eləməyə çalışıram ki, insanlara, sən o insanı burada saxlamaqla o işə layiq olmayan, sən bu işə layiq olan insanın çörəyinə bais olursan. Üstəlik də, əgər bu çörəyə bais olmaq məsələsidirsə, işdən azad elə, cibindən sonra hər ay ona kömək elə. Sən ürəyi yumşaqsansa, sən şirkət hesabına mərhəməti göstərsən, bu mənəviyyata uyğun bir şey deyil. Möhtəşəmdir bu. Jim Collins'in o kitabına qayıdıram, Good to Great, yaxşıdan aliyə. Orada da deyir, əgər şirkətin əməkdaşlarından hər hansı birinin performansı zəifdirsə və düzəlmirsə, onu işdən azad eləyin. Elədir. O yerdə ki, o sənin enerjini alır nəzarət etməyə. Rəhbərin enerjisini alır nəzarət etməyə. Əgər düzəltmək mümkün deyilsə, əməkdaşın və ya istəmirsə dəyişmək, əməkdaşın öz seçimidir. Netflixdə bu fürsət düşdü elə deyim o məqamı, Reed Hastingsin çox tövsiyə etdiyim kitablardan biridir. Deməli bir nümunə deyib, onların dəyərləri bütün hamısı həyatdan götürülür. Məsələn, dəyərlərdən biri odur ki, biz bazarda ən yaxşıları cəlb edirik və ən yüksək əmək haqqı veririk. Və bunun dəyərə necə gəliblər? Elə 2000-ci ildə .com böhrandan sonra həyatlarında ilk dəfə və yeganə dəfə ixtisar eləməyə məcbur olublar və təxminən 30%-ni ixtisarlayıblar və necə seçim eləyiblər? Ən istedadları şirkətin dəyərlərinə ən çox uyğun gələnləri saxlayıblar və qalanlarından sağollaşıblar. Deyir ki, bunu eləyəndən sonra az müddət sonra belə bir paradoksla rastlaşdıq ki, bizim nəticələrimiz, gördüyü məhsuldarlıq həmin o 30% daha yuxarı olan sayla müqayisədə eyni oldu. Hətta bir müddətdən sonra onu ötdü. Möhtəşəm. Yəni az məhsuldarlı insanlar digərlərini ruhdan salır istedadlarını. Görürlər ki, az məhsuldarlıq şirkətdə yarayır, insanlar şuuraltı boşalırlar. Eşəm müəllim, siz o qədər mükəmməl danışırsınız. Mən istəyirəm həftədə 1 saat elə sizinlə bu mövzularda danışaq. O qədər vacib mövzulardır. Hər mövzu açırsınız, hərəsi bir veriliş qədərdir. Deməli, bizə izləyicimiz yazıb. Emil adlı izləyici. Tez-tez vakansiyalarda yazılır ki, stresə dözümlü işçi axtarılır. Bu nə üçün lazımdır? Əvvəllər belə şey yox idi. Ümumiyyətlə, stres nədir? Və işçi stresi necə aşmalıdır? Bir dənə sual verim bununla bağlı. Üzr istəyirəm. Sizcə, şirkətdə işçilər arasında stresi yaradan əsas amil rəhbər deyil ki? O qədər çox sual verdiniz birinin. Mən indi gərək onu verilişin axırına kimi buna cavab verim. Mən sadəcə tamaşaçının sualına bir gəlib, çox qısaca siz dediyinizə toxunacağam. Bunu fərqli prizmadan yanaşmaq lazımdır. Burada qeyri-adi bir şey yoxdur. İnsanlar onu özünə sərf etməyən tərzdə yozurlar. İnsanlar nəyisə bilməyəndə özünə mənfi cəhətdən yozmağa meyillidirlər. Bu da belə bir effekt var. Ona görə rəhbəri həmişə tövsiyə edirəm ki, bütün məlumatları, sirləri və s. sizdən eşitsinlər. Çünki bilmədikdə şirkətin ziyanına sizin ziyanınıza yozacaqlar. Burada da bilməməzlikdən ola bilsin ki, bu yozulma baş verir. Bəzi işlər var ki, doğrudan da stresə dözümlülük tələb edir. Stresə dözümlülük nədir? Emosiyaların idarə edilməsidir. Qarşı tərəfdən gələn neqativlərin emal edib düzgün şəkildə ifadə etməsidir. Oradan müxtəlif texnikalar var. Sənin müştəri misal üçün sənə təhqir edirsə, bu səni təhqir etmir əslində. Səni tanımır, xidməti görürsə. Bu şirkəti təhqir edir, xidməti təhqir edir. Səni deyil, özünə götürmək, şəxsiyə götürmək. Yəni belə texnikalar çoxdur. Və bəzi işlərdə stres kifayət qədər yüksəkdir. Məsələn üçün problemi kreditlərlə işləyən banklardır, mütəxəssislərdir.
orada daim stresin içindədir. Müştərilər kreditləri qaytara bilmir müxtəlif səbəblərə görə və stresin içində işləyirlər. Həkimlər də məsələn təcili yardımdadır. Stresin içində işləyirlər. Müştəri xidmətlərində də stresli işdir. Çünki müştərilər çox fərqli olur. Bəli. Çox fərqli olur və öz emosiyalarını idarə edə bilməyən müştərilər də ola bilər ki, hər cür insan. Ona görə o normal bir tələbdir. Amma əgər şirkətin daxilində korporativ mədəniyyət özü streslidirsə, bu anormal vəziyyətdir. Bunu da bax sizin məsələnizə qayıdıram. Bu halda əsas amil şübhəsiz bütün müsbət və mənfi amillərdə günahkar və ya da ki, ona hədiyyə verilməli insan rəhbərdir. Birinci şəxs. Birinci şəxsdən irəli gəlir. Korporativ mədəniyyəti bütün digər məqamları da ilk əsas qərar verən şəxsdən irəli gəlir. Ondan sonra artıq alt rəhbərlərə və s. sirayət edir. Nə müsbəti varsa, nə mənfisi varsa, əksəriyyət hələ rəhbərlə bağlıdır. O cümlədən stres məsələsi. Tamamilə. Bayaq o qüsursuzluq məsələsinə mən bir 2 dəqiqə qayıdım. Çünki o yaralı yerimizdir, Eşən müəllim. Elə hamımızın. Demək, şirkət rəhbəri hesab edir ki, bayaq dediyim kimi, mən qüsursuzam, eyibsizəm, hər şeyi bilirəm, heç kim mənə irad tutmasın. İndi burada bir sual var. Ənənəvi sualdır, amma gəlin yenidən baxaq bu suala. Necə edək ki, şirkət rəhbərində bu problem olmasın? Şirkət rəhbəri özünü qüsursuz bilməsin, deməsin ki, mən hər şeyi bilirəm, biraz gəlsin aşağı, neynəsin? Mən bir cavabım var, o cavabı deyim, sonra siz fikir bildirsiniz. Birinci, fərqindəlik. Bunu bütün hamı yazır. Goleman da yazır. Fərqindəlik nədir? Şirkət rəhbəri birinci qəbul etməlidir ki, bu eyib onda var. Bu eyib onda var. Amma özü təsdiq eləmir eybi. O heç vaxt düzəlməyəcək. Bu qüsursuz bilmə problemi onda var. Özünü qüsursuz bilir. Gedib deyirsən ki, əzizim, biraz düş aşağı. Biraz düş aşağı, biraz səmimi ol. İşçilərə icazə ver, gəlsinlər, dərdlərini sənə desinlər. Şirkətin problemlərini sənə desinlər. Səndə bu problem var, bu eyb var. Deyir ki, nə danışırsan, məndən gözəl insan var həyatda. Hələ bunun fərqində deyilsə, o necə bunu aradan qaldıracaq? Mənə elə gəlir ki, bizim bu verilişlər həm də şirkət rəhbərlərində o fərqindəliyi yaradır. Aha, bu məsələ, bəlkə məndə də var bu problem. Gedim bir araşdırım. Bu çox vacib bir şey deyə Eşən müəllim. Bir çox hallarda məncə o problemi aradan qaldırmağın yolu elə fərqindəlikdir. Qəbul etsəm ki, məndə o problem var, ikinci mərhələdə onu aradan qaldırmağa cəhd eləyəcəm özüm. Buyurun. Sizlə çox rahatdır müsahibə aparmaq. Sualı verib də cavabı da verirsiniz. Mənim işim qalmır. Yəni yox, mən cavab vermirəm. Yox, cavabınız çox mən bəyəndim əslində. Problem düşünürəm ki, həmin o qüsuru özündə qəbul etməsindədir. Əsas problem odur. Qüsuru qəbul edirsə, onu həll etmək xeyli rahatlaşır. Hələ problem ondadır ki, qəbul etmirlər. Bu məsələ haqqında yəni çox danışmaq olar. Tövsiyə etdiyim bir yanaşma var və bu kitabda Liz Wiseman'ın çox maraqlı bir kitabı var. Multipliers and Diminishers, yəni ruhlandırıcılar və aşağılayıcılar, rəhbərlər. Orada bu məqamlara çox gözəl toxunur və orada çox ciddi tövsiyələr də verilib ki, necə eləyə bilərsiniz, bax, bu ruhlandırıcı olarsınız, aşağılayıcı olmayasınız. Və burada mütləq aşağılayıcı o demək deyil ki, qəsdən eləyir. Bu şuursuz şəkildə, məsələn. Kəş bir dənə veriliş elə ancaq o kitaba həsr eləyir, Eşən müəllim. Çox gözəl mövzudur. Məsələn, toplantı olur, əməkdaşların fikirlər beyninə gəlirsə, ruhlandırıcı rəhbər özünə beyninə fikir gəlibsə də belə, amma insanı çalışır ki, sövq eləsin, o səsləndirsin və onu ruhlandırır ki, sən dedin onu. Möhtəşəm. Amma o birisi isə, digər aşağılayıcı isə özünə asılı olmayaraq mənim fikrimdir. Yəni, mütləq deyil, əməkdaşın fikrini öz adına yazmır, amma hər şeyi özü eləməsi, enerjilidir və s. Hamısını sanki mənəvi cəhətdən basmış olur. Yəni, bu çox, mən yalnız bir misal dedim. Orada alətlər var, hamısını danışa bilməyəcəm. Bir məqamı deyir ki, siz özünüzə cibinizə bir 10 dənə xırda bir əşya qoyun və ya 5 dənə, get-gedə azaldın. Və fikir bildirməyiniz sahəni hər dəfə fikir söz dediniz, bir dənəsini götürün ki, bir cibinizdən onu birisi cibinə qoyun. Qutaranda səs deməyə ixtiyarınız yoxdur, söz deməyə ixtiyarınız yoxdur. Hər şey müdaxilə eləmək insanları başqaları ruhdan salmaq. O mənə də aiddir.
Mən Yox, mən aid olmasın. Tamam. Möhtəşəmdir, möhtəşəm. Kitab, dəyərli kitablar çoxdur, Elşən müəllim. Və biz qəbul etməliyik ki, o kitablar, o dəyərli kitablar bizim şirkətin inkişafına töhfə verə bilər. Bu təlimlər o şirkətlərə keçirilməlidir mütləq. Bir mənalı. İndi buradan keçək başqa bir mövzuya, motivasiya məsələsinə. Motivasiya. Düzdür, siz indi işarə elədiniz, amma istəyərdim bir 5-6 dəqiqə yenə də burada danışaq. Baxın, iki cür rəhbər var. İndi adını çəkdiniz. Bir rəhbər motivasiya verir, ikinci rəhbər ruhdan salır. Sonra da deyir ki, şirkət niyə inkişaf eləməlidir? Əzizim, problem səndədir də, ay rəhbər. Sən motivasiya verə bilmirsən. Şirkətdə işçilər necə motivasiya alsınlar? Dərhal kimsə deyəcək ki, əşi, filan qədər maaşla motivasiya olar. Çoxu mənə də elə yazırlar. Ay müəllim, nə danışırsan? Filan qədər. Mən də cavab verirəm. Məgər böyük maaşlar olan şirkətlərin hamısında motivasiya yüksəkdir? Buyurun müəllim. İndi düşünürəm ki, necə bunu qısa bir zamanda əhatə edeyim. Birinci, ümumilikdə bazı məqamlarda görürəm ki, problemlər olur. Definisiyalarda, ifadələrdə. Motivasiya nədir sual verəndə insanlar fərqli cürə başa düşürlər. Motivasiya ilk növbədə təklif edirəm ki, belə qəbul olunsun ki, sövq edici bir qüvvə, hərəkət verici qüvvə. Nəyəsə hərəkət etməyə. İşdə motivasiya nəticələri artırmaq istəyidir. Bəli. Bax, belə qəbul olunmalıdır. Nə nəticələri artırırsa, o motivasiyadır. Ümumilikdə motivasiya sözünün özü də mənşəyi də maraqlıdır. Movere sözündən, Latın movere sözündən əmələ gəlir. Hərəkət məsələsi. Tarixən düşünülürdü ki, insanın iki stimulu var. Biri ağrıdan qaçmaq, biri həzz almaq. Bu kökə və qamçı üsulu budur. Reallıqda günü bugünə qədər bu üsullar, əksər hallarda bu üsullardır. Amma çox sadələşdirmək təbii ki olmaz. İnsanların motivasiyası var ki, bu sadə həzdən söhbət getmir. Daha yüksək materiallı həzdən söhbət getmir. Özünü reallaşdırmaq və s. məqamlarda çox önəmlidir. Özünə hörmət, sosiallaşmaq və s. də ciddi motivatorlardan maddi həzz deyil. Çox maddi məsələ mənəvi, intellektual deyil. Çox qısaca desəm, mənim bir təlimimdə 18 işə can yandırma faktorlarını qeyd edirəm. Engagement Azərbaycan dilində işə can yandırma kimi tərcümə edirəm mənaca. Orada 18 faktordan 15-i təxminən ya 14-ü pula bağlı deyil. Yalnız 3-ü 4-ü pula bağlıdır. Qalanları pulla bağlı deyil. Ən ciddi motivasiya faktoru mənim fikrimcə bu korporativ mədəniyyətdir. Ona görə bu yaxınlarda podkastlarda birində bunu demişdim. Çox vacib hesab edirəm bu fikri. Motivasiyalı insanlar manipulyasiyanın nəticəsi deyil əsasən. Düzgün korporativ mədəniyyətin düzgün idarə etmənin yan təsiridir. Motivasiyalı insanlar düzgün korporativ mədəniyyətin düzgün idarə etmənin yan təsiridir. Bax, bunu qəbul edilsə insanlar tərəfindən, şübhəsiz ki, digər faktorlar da önəmi var, amma əsas məqamlar bunlar. Bir məsələni deyim. Baxın, yenə də qayıdırıq o əmək haqqı məsələsinə. İki şirkətdə oxşar vəzifələrdə çalışan iki insandır, fərqli şirkət. Hər ikisi, məsələn, 1000 manat əmək haqqı alır. Misal üçün deyirəm bunu. Amma şirkətin birində rəhbər işçisinin şəxsiyyətinə dəyər verir. John Dewey deyirdi ki, 20-ci əsrin məşhur Amerikalı psixoloqu, insanların hamının ən böyük arzusu həyatda mühüm adam olmaqdır. Əhəmiyyətli adam olmaqdır. Bir şirkətin rəhbəri həmən 1000 manat əmək haqqı alan işçisinin şəxsiyyətinə dəyər verir. Ona əhəmiyyətli olduğunu bildirir. İkincisi isə elə etmir. Amma hər ikisi eyni əmək haqqı alır. Burada hansının motivasiyası yüksək olacaq? Təbii. Burada çox vacib bir məqam, siz dediyinizlə qismən bağlı bir məsələdir. İki faktorları bir-birindən ayırmaq lazımdır. Bunu heç bir gigiyenik və motivator faktorlarına ayırıb. Yəni,
Elə faktorlar var ki, olması insanı motivasiya etmir, amma olmaması demotivasiya edir. Belə tutmaq çətin olur. Aha, bir də xahiş edirəm onu təkrarlayın. Elə faktorlar var ki, olması insanı motivasiya etmir, yəni daha yaxşı işləməyə, daha yüksək nəticə göstərməyə vadar etmir, sövq etmir, amma olmaması demotivasiya edir. Məsələn, iş şəraiti. Otaqların şəraiti, dizaynı və s. Təbii ki, başından su axırsa, o səni su axmırsa səni daha yaxşı işləməyə vadar eləmir, amma su axırsa səni ruhdan salır. Bunlar, məsələn, maaş da buna aid. Çox qəribədir. İnsanlar elə düşünür ki, özünə sərf edənlər də deyirlər ki, güya ki, maaş onları daha yaxşı işləməyə vadar edir. Yox, daha yaxşı, yüksək nəticə göstərməyə vadar etmir. Şirkətdə qalıb-qalmamaq qərarına vadar eləyir, yəni qərar verməyə. Yəni maaşın həcmi sənin şirkətdə qalıb-qalmamağı barədə qərar verir. Bu şirkətə gedim-getməyim barədə qərar verir. Bildinizmi? Təbii ki, digər faktorlar da önəmlidir, amma maaş da vacib faktorlardan biridir. Sən maaşı artırandan sonra bir ay sənə müsbət təsir edəcək. Sonra da öyrəşəcəksən buna. Bu sənin gigiyenik faktordur. Amma elə faktorlar var ki, motivator faktorudur. Mən burada ən ciddi faktoru kimi görürəm, Hesbergdən fərqli olaraq yeri gəlmişkən, fikirlərimiz o cəhətdən fərqlənir. Birbaşa rəhbər, yaxud dediyiniz fikrə qüvvət. Birbaşa rəhbər mənim üçün ən ciddi motivatorlardan biridir. Birbaşa şirkətlərin məşhur ifadə var. İnsanlar şirkətdən getmirlər, birbaşa rəhbərindən gedirlər. Birbaşa rəhbərin insanları motivasiya etmək alətləri qat-qat çoxdur, nəinki digər vasitələrdən istifadə etmək. Sizin bu gün dediyiniz o cümlələr o qədər möhtəşəmdir, Eşən müəllim. Bunların hər birini kəsib bir kitabda ön söz kimi vermək olar, o mövzu. Şirkət gör nə qədər rəhbərin rolu əhəmiyyətlidir. Şirkətdən gedənlər şirkətdən getmir, rəhbərdən gedir. Elədir. Görün nə qədər vacibdir orada rəhbərin rolu. Digər faktorlar, insanların inkişaf imkanları, peşəkar və karyera inkişaf imkanları, insanın işin marağı insanları motivasiya edir. Yəni iş prosesi özü maraqlıdır. Bunu da şirkətlə yanaşı birbaşa rəhbərin töhfəsi burada çoxdur. Bu iki məqamları fərqləndirmək lazımdır. Bir də ədalət hissi çox önəmlidir motivasiya məqamda. Hətta ikisində məsələn maaş 1000 manatdır, təsəvvür edin ki, mən oxşar bir keys, biraz fərqli keys deyirəm. 1000 manatdır, maaş artımı gözləmirlər. Tutaq ki, işləyirlər, motivasiyaları çox yüksək deyil, çox aşağı deyil, orta, normal işləyirlər. Bir də rəhbər düşünür ki, gəlin maaşları qaldırım, yaxşı nəticələrimiz olur, gəlin sürpriz eləyim, qaldırım. Birinə 50 manat qaldırır, birinə 100 manat qaldırır. Çünki o nəticələr daha yüksək, bunu aşağıdır. Amma düzgün kommunikasiya qurmur deyə aşağı maaş alan xəbərdar olur, əməkdaşların bir-birinə xəbəri olur, demotivasiya olur. Maaşı artırıb, amma demotivasiya olur. Burada ədalət hissi onun gözündə, çox subyektiv ədalət hissi pozulur. Ədalət hissi necə baxılır? Mənim göstərdiyim səyə görə aldığım mükafat maaş ədalətlidirmi? Subyektiv qiymətlər. Bir də ki, ətrafımda olan əməkdaşlarla, bir də ki, qonşu şirkətlərdə olan əməkdaşlarla eyni işi görənlə onunla müqayisə etmək haqqım eynidir ya yox. Onunla müqayisə eləyir və nəticədə deyir ki, ədalətlidir ya ədalətsizdir. Eşən müəllim, nə çoxmuş dünyanın yükü, sevgisi yük, nifrəti yük, görüşəndə söhbət yük, ayrılanda həsrəti yük. Vaxtımız bitdi. Eləmin. Təəssüf. Ürəyim doluydu. Hələ çox şeylər danışım mənim. Yenə də Ramiz Rövşən deyir ki, 1000 nəğmə içimdə boğulur, bir nəğmə qırağa çıxır. Danışdıqlarımız, danışmadıqlarımızın 1000də biri idi. Amma mən sizi təkrar bu verilişə dəvət edəcəm. Gəlsəniz bizi sevindirərsiniz. Çox təşəkkür edirəm sizə gəldiyinizə görə. Minnətdaram. Bu mövzularda Eşən müəllim hər gün danışılmalıdır. Çünki ehtiyac yüksək səviyyədədir. Mənim şirkətlərin bəzilərindən xəbərim var. Bunlar vacib məsələlərdir. Bunlara ciddi yanaşmaq lazımdır. Çox sağ olun Eşən müəllim, minnətdaram sizə. Siz sağ olun. Təşəkkür edirəm. Dəyərli dostlar, siz də var olun ki, bizi hövsələ ilə dinlədiniz. Bizi izləmədə davam edin. Hər həftə bu və bu kimi vacib mövzularla sizin görüşünüzə gələcəyik. Təşəkkür edirəm, var olun.